Salam. Maddə miqdarı ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxaq. Birinci sual. Birinci sualda qaz qarışığının tərkibini verir. SO2 ilə CH4. Onsuz da biz bilirik ki, SO2 64, Mr 64-dür. CH4-ün isə 16-dır. Və baxırıq ki, qazların kütləsi eynidir. Kütlə deyəndə kiçik M nəzərdə tutulur. Bunu bilirik yəqin ki. Və onda nüsu nə deməkdir? Kiçik M bölünsün Mr deməkdir və yaxud tənasüblə də eləyə bilərik. Yəni A bölünsün 64, bu CH4-ün molu isə A bölünsün 16-dır. Yəni belə deyək, nü1-in nü2-yə nisbəti, bu nü1-din nü2-yə nisbəti A böl 64, A böl 16. Gəlin bunu sadələşdirək və elə əmsala yazaq. Hər tərəfi 64-ə vursaq, bunu da 64-ə, bunu da 64-ə vursaq, SO2-nin molu olacaq A, 4A. Onda bu A, bu da 4A. Əsas odur bunu tapdıq. İndi keçək nəyə? M ortaya. Yəni orta molyar kütləsi, qaz qarışığının orta molyar kütləsi. Düsturumuz nə idi? Düsturumuz M orta bərabərdir. nü1 Mr 1 üstə gəl nü2 Mr 2 böl nü1 üstə gəl nü2. Onda M orta bərabərdir. nü1-imiz eləyəcək 64A üstə gəl nü2-miz eləyəcək yenə 64A. Onsuz da baxın kütlələri eynidir. Yuxarıda da kütlələri eyni oldu. 5A bərabərdir 128A böl 5A. A'lar ixtisar gedir, qalır 25,6. Mollara da baxırıq, bizə deyir ki, bu birincini tapdıq. Birinci. Qaz qarışığında metanın mol payı, deməli, SO2, belə yazaq, nü SO2 bərabərdir A, nü CH4 bərabərdir 4A. Ümumilikdə 5A'dır. 4A deməli x faiz bilmirik. Amma 5A-da 100%dir. Bu da eləyəcək 80%. Yəni ikincimizin də cavabı 80%. İkinci suala baxaq. İkinci sualda 4 mol amonyakın qızdırılması zamanı gəlin amonyakı parçalayaq. Temperaturdan N2 üstə gəl H2. Əmsallaşdıraq. 2 yazıram bura, hidrogen 6 olsun. 3 yazıram bura, yenə hidrogen 6 olsun. Vəssalam. Azotlarda 2 dənədir. İndi başlanğıc nə qədərdir? 4 mol. Düzdür? Və mən də bilirəm ki, ümumiyyətlə reaksiya gedəndə alınan maddələrin başlanğıcı olmur. Bir sərf var, bir də tarazlıq var. Tarazlığı yazıram, bax burada. Yerdə qalan və yaxud sonda qalan. Sonda qalan yaza bilərik. Sərfdə reaksiyaya girən. Amma bir də bir şey var. Reaksiyaya girən, bax burada sərf, reaksiyaya girən NH üstü. N2 ilə H2 reaksiyaya girmiş alınır. Alınır deyə harda yazacaq? Bax burada yazacaq. Yerdə qalanda, sonda qalanda yazacaq. Amma tənasüblə qrup yazacaq. Yəni bunu tarazlıqda keçirəm. Sizə də burada bir belə deyək ipucu kimi verirəm ki, tarazlıqda sizə daha qəşəng aydın olsun. İndi fikir verin, 4 mol amonyakın qızdırılmasından 20% parçalanmışdırsa, gəlin biz o 20%-i tapaq. 4 mol 100%-dir. 20% x. X bərabərdir 0,8 mol. Yazdım bura 0,8 mol. İndi 0,8 mola görə nə qədər N2, nə qədər H2 alındığına baxaq. Onda reaksiyanı burada əlavə yazıram. NH3 alınır N2 və 3 mol H2. 0,8-ə nə qədər N2 alınır? 2-yə 1 alınır. Bilirəm də mən onsuz da. Bu elədir 0,4. Yenə 0,8-ə nə qədər Y, yəni hidrogen alınır? 2-yə 3 alınır, bilirəm. Bu da eləyir 1,3. Tənasübü özünüz qurmağı bacarmalısınız. Bu olacaq 0,4, bu da olacaq 1,2. Və 4 moldan 0,8 sərf olunubsa nə qədər qalıb? 3,2. İndi mənə də deyir ki, alınan qaz qarışığı bilsiz hansıdır? Bax bu yerdə qalan, sonda qalan. Yəni
3,2 üstə gəl 0,4 üstə gəl 1,2 bərabərdir 4,8. Birincini tapdıq. Alınan azotun kütləsi nə qədərdir? Azotun molu nə qədərdir? Çaşıb bunu yazmayın. 0,4 moldur, kütlə deyil. Onda biz kütləsini tapa bilərik. 0,4-də x, 1 mola isə 28 və yaxud elə 0,4 N2 nə deməkdir? 0,4 vur emir. Bu da eləcək 11,2. Bu da ikincinin cavabı olacaq. Üçüncü suala baxaq. Reaksiya tənliyini yazaq. X-in qazın kimyəvi formulunudur. Bu əmsallaşdırmaya əsaslanır. 2x üstə gəl 13O2 alınır 8CO2 üstə gəl 10 mol H2O. Baxıram ki, əgər 8 dənə karbon varsa, onda X-in yerində C4 olacaq. 2 4-üm 8 eləsin. Karbonların sayı bərabər olsun. Hidrogenə baxıram. 20 dənə hidrogen varsa, onda burada hidrogen yoxdur. Deməli, H10 olacaq ki, 2'ni 10'a vuranda eləsin 20 dənə hidrogen. Onda belə çıxır ki, formulumuz C4H10'dur. İndi gəlin baxaq görək, tərkibində oksigen var, yoxsa yoxdur. 8'i 2'yə vuranda edir 16. 16'nın üstünə deməli oksigen 10 gələndə onu 1'ə vurursan elə 10 dənə hidrogen edir 26. 13'ü də 2'yə vuranda 26. Deməli bu X-in tərkibində oksigen yoxdur. Elə cavab olacaq C4H10. Yəni birincinin cavabı C4H10. Və mənə deyir ki, həmin formulun havaya görə nisbi sıxlığına D hava bərabərdir. M-R bölünsün, hava 29'dur. Baxın, 29. Onda biz M-ri tapacaq. Yəni C4H10'un M-rini tapacaq. 4 vur 12, üstə gəl 10 böl 29. Bu da eləyir 58 böl 29, cavab 2. Yəni ikincinin cavabı 2 olacaq. Dördüncü sualda qrafikə əsasən kimyəvi reaksiyanın tənliyini tərtib edin. Bu sırf birinci qrupların sualıdır. Kütlələrin saxlanma qanununa əsaslanır. Biz qrafikdən görməliyik ki, hansı maddələr, yəni maddələr D, A şərti olaraq CB ilə işarələnib və biz görməliyik ki, hansı maddələr reaksiyaya girir, hansı maddələr alınır. Əgər hansısa rəqəmdən başlayıb aşağı gedirsə, bu reaksiyalar reaksiyaya girir deməkdir. Bu maddələr reaksiyaya girir deməkdir. Deməli, A ilə B reaksiyaya girir və hansı alınır? D ilə və C alınır. İndi kütlələrin saxlanma qanunu necə istifadə edəcəyik bu qrafikə görə? Və bu o deməkdir ki, əgər A 12-dən başlayıbsa, 6-da bitirsə, bu o deməkdir ki, sərf 12 çıx 6-dır. 6 isə, bax bu 6 isə elə artıq qalandır. Artıq qalan 6-dır. Qalan. Bəs başlanğıc nədir? Başlanğıc isə 12-dir. Tarazlıqda daha aydın izah edəcəm sizə bunu. 12-dən 6 çıxanda 6. Deməli, 6 reaksiyaya girib. B isə elə 10-dan 0 çıxırıq. Deməli, 10 hamısı reaksiyaya girib. D nə qədər alınıb? 12 alınıb. C isə nə qədər alınıb? Bilinmir. Və biz bilirik ki, sol tərəfdəki maddələr ilə kütlələri ilə sağ tərəfdəki maddələrin kütlələri cəmi bir-birinə bərabərdir. Onda 16 bərabərdir. 12 üstə gəl x. X da bərabərdir 4. İkincini tapdıq ki, 4. Və kimyəvi reaksiya tənliyini tərtib edin. Elə bu da birincidir. Tərtib etdik. 5-ci suala baxaq. Bu da yenə birinci qrupluq məsələdir. Biz bilirik ki, əgər bu M-dirsə, onda nəyə böləcəyik? M-irə. M-ir də 14 üstə gəl. 2 vur 16, 32. Eləyəcək 46. 46-ya böləndə bu 0,2 mol eləyəcək. Biz də bilirik ki, 6,2 vurulsun 10 üstü 23-ə böləndə edir 0,5 mol. Əgər bu 0,2 ikisi bir yerdə, bax bu qaz qarışığının ikisi bir yerdə 0,5-dir. Onda belə çıxır ki, bu da 0,3-dür. Yəni elə deməli biz nə edəcəyik? Yəni 4,8-i M-irə böləndə 0,3 eləyir. Yəni belə də yaza bilərik. 0,3 4,8 qramdsa, bəs 1 mol nə qədərdir? Onsa biz də bilirik ki, 1 mol M-irə bərabərdir. Bu da eləyəcək 16 qram. Deməli, X-imiz, M-irimiz 16 qramdır. İndi bizə deyir ki,
Bu birinci molyar kütləsi. Birinci 16. İkinciyə baxaq. M ortanı istəyir. M orta da bərabərdir. nü1 M1 M1 üstəgəl nü2 M2 böl nü1 üstəgəl nü2. Bu da deməli nü1'imiz nə qədərdir? 0 tam açıq yazıram sizə. 0,2 vur 0,2 vur 46. Elə bu 9,2 olur. Deməli elə yuxarıya m'ləri yazsaq bəs eləyəcək. 9,2 üstə gəl 4,8 böl 0,5 yəni cəmi 0,2 üstə gəl 0,3 də yaza bilərik. Bərabərdir 28 edəcək. Yəni ikincinin cavabı da 28. Bu da yenə asandır. Yəni birinci qrupluq məsələdir. Deməli təzə topulda qeyd edim ki, ilk 8-9 məsələlər birinci qrupluq məsələlərdir. 8-9-cu məsələdən sonra olan məsələlər isə 4-cü qrup məsələlərinə deməli bənzəyir, oxşayır. İndi burada reaksiya yoxdur. Burada sadəcə qaz qarışığıdır və qaz qarışığı nü1'imiz 2-dir, nü2'miz də ki 3-dür. Orta molyar kütləsini istəyir. Yəni M orta bərabərdir. Düsturu yazmıram. 2 vur 2 qram, yəni emir, üstə gəl 3 vur 32 böl 5. Yəni 2 üstə gəl 3. 4 üstə gəl 96 böl 5 bərabərdir 100 böl 5 edəcək 20. Deməli M ortası 20 olacaq. Bu birinci. A-nı tapdıq. Bu qarışığın hidrogenə görə nisbi sıxlığını hesablayın. Deməli DH2 bərabərdir. M orta bölünsün 2. Çünki H2'dir. Burada hava olsaydı 29 olacaqdı. N2 olsaydı 28 olacaqdı və s. M ortamız 20'dir. Böl 2 bərabərdir 10. İkincinin də cavabı 10 olacaq. 7-ci suala baxırıq. 7-ci sualda da tənasübümüz var idi. Bir molekulun kütləsi həmişə tənasüb quranda yazırdıq ki, 1 mol yox, molekul başqa şeydir. Yəni alt tam %2-dən bir dənə. Bir molekulun kütləsi 142 böl NA-dsa, mən də bilirəm ki, NA qədər molekulun kütləsi, yəni alt tam %2 qədər molekulun kütləsi emirə bərabərdir. Yəni qram olaraq, bax, kütlə olaraq verib. Onda emir bərabərdir 142. Yəni A-mız 142 olacaq. Bəs X-in bu birincidir. İkinci isə X-in element nisbi molekul kütləsini hesablayın. Yəni naməlum maddənin emirin açılışı, yəni bu X-dır, emir yoxdur. 2X üstə gəl 5 vur 16. Yəni 2X üstə gəl 80 bərabərdir 142. 2X bərabərdir 62. X da bərabərdir 31. İkincinin də cavabı 31 olacaq. 8-ci suala baxaq. Ümumiyyətlə, əgər qazların nisbi sıxlığını istəyirsə, mütləq biz orada emiri hesablamalıyıq. Əgər qaz qarışıqdırsa, M ortanı hesablamalıyıq. Hidrogenə görə nisbi sıxlığı düsturun yazaq əvvəlcədən qoyaq. M orta bölünsün 2. Helyuma görə D helyum bərabərdir M orta bölünsün 4. İndi gəlin baxaq görək, bəs qaz qarışığının M ortası nəyə bərabərdir? Bu tritiumdur. Tritium. M ortanı hesablayaq. M orta bərabərdir 2 vur V üstə gəl 6 vur V böl deməli V üstə gəl V. Yəni nü ilə V eyni şeydir. Bu eləcək 8V 2V bərabərdir 4V. 4 V yoxdur. M ortamız 4'dür. Gətirib qoyuram yerinə. 4 böl 2 bərabərdir deməli 2. Bu birincidir. 4 böl 4 bərabərdir bu. Bu da ikinciyə aid olacaq. 9-cu suala baxaq. 9-cu sualda ümumi şəkildə proton və neytronun sayını verib, amma biz bunların deməli mollarını bilmirik. Yəni H2-də A moldu, NH3 B moldu. Proton və neytron. İndi baxırıq ki, hidrogenin protonu axı 2 dənədir. Proton bir dənədir, H2-də 2 dənədir. Onda 2A. Neytron yoxdur, 0-dır. Burada NH3-ün protonunu hesablayaq. 7
N'in də indeksi 1 olduğuna görə 7 vur 1. Üstə gəl 3 vur 1. 10. 10 B olacaq. Həmin biz birinci bilənəni tapırıq, sonra vururuq əmsala. Deməli, neutron isə hidrogeni götürməyəcək neutronda, yəni elə 7B. Enaları ixtisar da edə bilərik də, gedəcək. Yəni enanı istifadə etməyə bilərik. Onda protonların cəmi, yəni 2A üstə gəl 10B bərabərdir 26-ya. 7B də bərabərdir 14-ə. İndi burada B bərabərdir 2-yə. B-ni gətiririk, qoyuruq burada yerinə. 2A üstə gəl 20 bərabərdir 26-ya. 2A bərabərdir 6-ya, A da bərabərdir 3-ə. Yəni, oldu bizim A 3 mol H2, 2 mol NH3. Və bizə deyir ki, qaz qarışığının orta molyar kütləsini hesablayın. Yəni, M orta bərabərdir 3 vur 2, üstə gəl 2 vur 17 böl 5. Burada 34'dür. Bunu birinci yazdım. Üstə gəl 6 eləyəcək 40 böl 5 bərabərdir 8-ə. Yəni birinci cavab. İkinciyə baxaq. İkincidə bu qarışığın 1 moluna neçə mol metan əlavə olunmalıdır? 1 mol 8-dir. Onsa bilirik ki, M orta deyəndə 1 molunun deməli 1 moluna düşən qram 8 nəzərdə tutulur. 14 bərabərdir. Deyir o 8-in üstündən nə qədər? Neçə mol gəlməli? 16A böl 1 üstə gəl A. Yəni A-da bilmirik nə qədərdir. 14 üstə gəl 14A bərabərdir 8 üstə gəl 16A. 14-dən 8 çıxanda eləyəcək 6 bərabərdir 2A. A da bərabərdir 3-ə. İkincinin cavabı 3 olacaq. 10-cu suala baxaq. Burada zəif közərmiş çubuq və X turşusu verib. Əgər zəif közərmiş çubuq burada alovlanırsa, baxın şəkildə alovlanma verib. Bu o deməkdir ki, burada oksigen qazı çıxır ki, alovlanma baş verir. Çünki biz demişik ki, oksigenin təyini, O2-nin təyini nədir? Zəif közərmiş çubuqdur. Ki, közərmiş çubuğu biz oksigenli mühitə əlavə etdikdə, közərmiş çubuq alışaraq yanır. Yəni, öz-özünə alışır. Bu da oksigenin göstəricisidir. Deməli, biz də bilirik ki, X turşusu hansı turşudur ki, qızdırıldıqda oksigen ayrılır. Bu nitrat turşusudur. Nitrat turşusu alınır H, deməli, 2O, NO2, bir də O2. Və həmin X maddəsinin kuprum ilə reaksiya tənliyini yazın. Biz də bilirik ki, bu qatı nitrat turşusudur. Çünki duru nitrat turşusu yox, qatı nitrat turşusu. Bunu keçəcəyik biz. Parçalanır və deməli X maddəsi oldu nitrat turşusu. Nitrat turşusu mis ilə reaksiyaya girəndə mis nitrat, çünki NO3 bir valentlidir. Mis də 2 valentli olduğuna görə deməli misin valentliyi NO3-ün indeksinə gəlir. Qaz kimi NO2 çıxır, qonur rəngli qaz və su. Burada əmsallaşdırma lazımdır. Əmsallaşdırma da balans tənliyi iləndir. Bunu da keçəcəyik biz. Özət verim. 0-dan mis müsbət 2-yə gəlir. Çünki metallar valentliyi qədər müsbət olur. Azot da müsbət 5-dən. Burada azot müsbət 5-dir. Onu da keçəcəyik biz. Gəlir azot müsbət 4-ə. Və 2 elektron, 1 elektron yerini dəyişirik. 2, 1, 2. 2 azotda, azotun deməli çox azot var burada. Burada bir cür oksijenləşmə dərəcəsi olduğuna görə, burada 2 cür olduğuna görə biz yazacağıq 2 cür müxtəlif olana, yəni bura. Və azot burada 2 buradadır, 2 də burada, onda 4 yazacağıq bura ki, azot 4 olsun. Misə baxıram, mis deməli qalır elə 1, suya baxıram, burada da 2 yazıram və salam. İndi bunu silirəm. Əmsallaşdırdıq, birincini tapdıq. N mol misin X turşusu ilə reaksiyasından 1 mol mis, 2 mol qaz ayrılırsa, N mola 2N qaz ayrılacaq. Deməli, 2N qədər NO2-ni üzərinə 2 molda H2S gəlirik. Hidrogen sulfiddən ibarət qaz qarışığın orta molyar kütləsi 38-dir. Düstura əsasən, yəni 38 bərabərdir.
46 vur 2n üstə gəl 34 vur 2 böl 2n üstə gəl 2. Burada da hesablasaz n-i 0,5 tapacaqsınız. Yəni ikincinin cavabı 0,5. Bunu xaç üsulundan da eləyə bilərik. Xaç üsulu nədir? Bura yazırıq, deməli 2n qədər NO2, bura yazırıq 2 qədər H2S, yazırıq ortaya 38. Bu neçədir? 46-dır. Bu isə 34-dür. 34-dən 38-dən böyükdən kiçiyi çıxırıq, yazırıq 4. 46-dan da 38 çıxanda 8, yəni 1-in 2-yə. Nisbətləri götürə bilərik. Yəni 2n böl 2 bərabərdir 1-in 2-yə. 2n bərabərdir 1-ə, n də bərabərdir 0,5-ə. 11-ci sualda elə tənasüb qura bilərik. 0,2-yə 4,8 karbondursa 1 molar nə qədər karbondur? X bərabərdir 48-i 2-yə bölmüş kimi bir şey oluruq 24. 24 də 12-yə böləndə 2 karbon deməkdir. Yəni X-in tərkibində 2 dənə karbon var. Keçdik hidrogenə. 0,2-yə 0,4-dürsə hidrogen 1 molar nə qədərdir? X bərabərdir 4 bölü 2, 2. 2 dənə hidrogeni var. Yəni H2. 2 dənə. H2. Keçdik oksigenə. Oksigen bilinmir. İndi bizə deyir ki, yəni oksigen də var. Amma nə qədərdir bilinmir. Yoxdur. Və bizə deyir ki, X maddəsinin nisbi molekul kütləsi 90-dır. Biz tapa bilərik. Buradan görürəm ki, karbon 24 qramdır. Hidrogen 2 qramdır. Obş elədi 26. İkisi bir yerdə. Üstə gəl oksigen bərabərdir 90-a. 90-dan 26 çıxanda 64. Onda X bərabərdir 64 də 16-ya bölürəm. Sayını tapıram 4. C2, H2, O4. İndi bizə deyir ki, M-i tap. M-i tapmaq üçün mən bilirəm ki, 64. 4-dən oksigendə o heç. Heç bizə lazım deyil. 64 olanda 1 moldur. Çünki emerdir. 0,2 isə baxaq görən neçə qram oksigenimiz var. Bu da eləyir 12,8. Yəni birinci budur. X maddəsinin formulu elə bu olacaq. C2H2O4. Yəni bunu belə də yaza bilərik. Düzdür, bu üzvüm nədir? Üzvü kimya keçəndən sonra mı deyə bilərik? HOOC, COOH. Yəni oksalat turşusu. 12-ci suala baxaq. Burada deyir ki, kükürdün faizi 12,8. 12,8 faiz 32 qramdır. Bəs 100% neçə qramdır? Gəlin baxaq. Buna bu ixtisar getdi, burada qaldı. 0,4, 100-ü də 0,4-ə böləndə 250. Emer 250-dir. Bax, bunun emeri 250-dir. İndi mənə deyir ki, eni hesabla 250 100%-dir. İndi sudan istifadə eləyək də. 36% 18 n-dir. 18 n də bərabərdir 90-a. N də bərabərdir 5-ə. Deməli, birincini tapdıq. İkinci deyir ki, X-in nisbi atom kütləsi. X üstə gəl 32, üstə gəl 64, üstə gəl 5 vur 18 bərabərdir. Neçə? 250-yə. X da bərabərdir 64-ə. Mis kuporusudur. Mis SO4 vur 5 mol H2O. Bu da ikincidir. 13-cü suala baxaq. Burada deyir ki, MM. Onda yazırıq M böl nədir? 28 molunu tapaq. Burada M böl 28 qalacaq. Burada da M böl 4 qalacaq. Yəni molları. Biz molların bilməliyik ki, M ortasını tapa bilək. Nisbətlərlə də gedə bilərik. Gəlin nisbətlərlə gedək. Belə də yerinə qoya bilərik. Nu1, Nu2, M1, M2, M1. 28, 4. Və tapırıq ki, M ortası necədir? Sonra bunu 2 dəfə artırırıq. Gəlin belə gedək. M bölü 28, bir də M bölü 4. M bölü 28 nisbətini tapaq. M bölü 4 ilə 28-ə vuranda hər tərəfi, onda nə olacaq? M böl 7M. Yəni bu olacaq M, bu olacaq 7M.
Amma kütlələri fərqli olacaq. Bu olacaq 28M, bu da olacaq elə 28M. Bax görürsüz, eynidir kütlələri. Sadəcə biz 28M-dən gedəcəyik. Yəni nu1, nu2, M1, M2. Gəlin baxaq. Onda M orta bərabərdir. Birinci M ortanı tapırıq. Çünki X hesablayın deyir. 28M üstəgəl 28M böl M üstəgəl 7M bərabərdir. 56M böl 8M. Bu da edəcək 7. Tapdıq ki, bizim M ortamız 7-dir. İndi deyir ki, M, bu M-dirsə, bu da 2M-dir. Onda gəlin baxaq. Bu elə olacaq 20M bölü 28. Bu olacaq 2M böl 4. Yəni M böl 2. İxtisar elədik. Onda gəlin nisbətlərinə baxın. Nisbətləri olacaq M bölü 28 ilə M böl 2-ni hər tərəfin 28-ə vuranda olacaq M böl 14M. Yəni bu olacaq M, bu da olacaq 2 dəfə çox da, bayaq 7M idi, indi oldu 14M. Yəni 2 dəfə çoxaltdıq, deyir ki, bu birincini tapdıq, ikinci heliumun kütləsini 2 dəfə artırsaq. İndi gətirək qoyaq yerinə. Burada olacaq artıq 28M, burada olacaq 14M vur 4. Yəni 56M, onsa 2 dəfə çoxdur. Onda M orta bərabərdir 28M üstəgəl 56M. Biri M'dir, biri isə 14M'dir. Yəni 15M. Bu da yazı 5,6. 7-ni də 5,6-ya böləndə 1,25 dəfə azalar. Yəni 7 böl 1,25, 5,6. 5,6-ya düşməyi üçün 1,25 dəfə azalmağı lazımdır. Yəni ikincinin cavabı 1,25. 14-cü sualda deyir ki, bu məlumdur. Gəlin məlumla gedək. M qram 10 enadır. Mən də bilirəm ki, 100 qram, axı 100 qramdır. Kalsium karbonat hesablasaz 40 üstəgəl 12 üstəgəl 3 vur 16 eləyəcək 100. 100 qram isə neçə enadır? 1 karbon, 1 kalsium, 5 ena. Enalar getdi, bunlar getdi. 2, M bərabərdir 200. Deməli bu da 200'dür. İndi X elementin nisbi atom kütləsini hesablayın. M'in qiymətini hesabladıq. Bu ikincidir. Onda 200 qram 10 enadır. 5 enada emirdir. Emir də elə yaza bilərəm. 3x üstəgəl 28-ə. Bunlar ixtisar getdi, bunlar ixtisar getdi. 2, 3x üstəgəl 28 bərabərdir 100-ə. 3x bərabərdir 72, x da bərabərdir. Burada 24. Deməli, cavabımız olacaq birinci 24, ikinci 200. Keçdik 15-ə. 15-ci sualda yenə də M orta düsturundan istifadə edə bilərik. 8 bərabərdir, bilmirəm, x-dır, y-dir. 2x üstəgəl 32y, x plus y. Burada olacaq 8x üstəgəl 8y bərabərdir 2x üstəgəl 32y. Bunlar 1, 6x bərabərdir. Bunlar da 1, 24y, x bərabərdir 4y. Bu 4y olacaq. İndi kütləsi nə qədərdir? Yəni 4y vur 2 üstəgəl 32y bərabərdir 400-ə. 40y bərabərdir 400, y də bərabərdir 10-a. Rəngi dəyişək, deməli bu olacaq 40 mol. Bu olacaq 10 mol. İndi reaksiyanı yazaq. Yazdıq. 40 mola baxaq görək nə qədər oksigen sərf olunur, amma 10-dur əlimizdə. 2 isə 1, x bərabərdir 20. Fikir verin. 20-dən də 10 çıxıram. Əlavə 10 qram 10 mol oksigen lazımdır. Və 10 vur 32, bu da eləyəcək 320 qram. Yəni guruldayıcı qaz qarışığı nə qədər əlavə etsək 320 qram. İndi birinci qaldı bizdə. Deyir ki, hidrogenin kütlə payı
Burada olacaq 40 vur 2 80. Kütlə payı 400'dür də, 400'dür, düzdür. 80 böl 400 vur 100. Bu da 20%. 16-cı suala baxaq. Birinci, ikinci, üçüncü, dördüncü. Burada baxırıq ki, burada birinci qaz qarışığının tərkibi eyni moldur. Eyni mol. Birincini gəlin tapaq. 44n üstə gəl 32n böl 2n. N üstə gəl n. Nu1, nu2. 44-ün son 2 gələndə 6, 76n böl 2n. Olacaq 38 enlərdə ixtisar gedəcək. Yəni 38-in üstünə sizcə 28 azot əlavə eləyəndə nə baş verəcək? Azalacaq. Niyə? Çünki 38-dən aşağı emerli qaz əlavə olunduğu üçün azalar. Keçdik növbətiyə. Növbəti ikinci. Elə buradan yazıram azalar. Azalar. İkinciyə baxırıq. İkincidə 28n üstə gəl 2 vur 12 üstə gəl 4 vur 1. 28n böl 2n. 28 eləyəcək cavab. 28 də üstünə azot da 28-də. Burada qeyd eləyək 28. Bilək ki, əlavə olunur nə? 28. Dəyişmir. Dəyişmir. Keçdik üçüncüyə. 26n üstə gəl 28n böl 2n. Bu 27 eləyəcək. Bu 28 əlavə eləyəndə özündən çox olduğuna görə 28 artar. Keçdik dördüncüyə. C3H4 12-ni 3'ə vuranda 36, 36'ın üstünə 4 40 n üstə gəl 16n böl 2n böl eləyəcək 56 n böl 2n 28 n. Bu da dəyişmir. Dəyişmir. 17-ci sualda məlum olanımız budur. Burada n'dir deyə azotla başlayırıq. Bölürəm 22,4-ə 0,2 mol. 0,2 mol deyir m'dir. 1 molumuz da 28'dir. X bərabərdir 5,6. Onda belə çıxır ki, bu da 5,6'dır. 5,6 5,6 n litrdir. Mən də bilirəm ki, 28 qram 22,4 litrdir. Bununla bu ixtisar qədər 0,2 elə x bərabərdir 4,48. Onsuz da baxırıq ki, emirləri bərabərdirsə elə o da bərabər olur. M olacaq 5,6 birinci, ikinci olacaq 4,48. 18-ci suala baxaq. Burada A mol, B mol. Onsuz da M ortanı tapmaq üçün bizə həm nu1 plus nu2-ni verib, həm də yuxarıda nu1 vur m1, üstə gəlir nu2 vur m2-ni verib. Bax. 14,4 0,5'ə böləndə 28,8 m ortası alınır. Amma yəni birincini x-i tapmaq olur. Amma bu birincidir. İkincini tapmaq üçün mən 100% tənasübdən istifadə etməliyəm. Yəni A üstə gəl B bərabər 0,5 və 28A üstə gəl 30B bərabərdir 14,4'ü yazmalıyam. Bu tərəfi 30'a vuraq. Bunu da 30'a vuraq. 30B. Bunu da 30'a vuranda 15. İndi tərəf-tərəfə çıxaq. 2A bərabərdir 30'lar getdi. 0,6. A da bərabər 0,3. Onda belə çıxır ki, 0,3 C2H4'üm var. 0,2 də qalan 0,5'in 0,2'si isə C2H6'dır. Mənə deyir ki, qaz qarışığının etilinin həcm payı. Etilen budur, yəni 0,3 böl 0,5 100%'ə bölürük də. Aşağıda maksimum sayda olan olur hamısı. Bu deyəcək 60%, yəni ikincinin cavabı 60%. 19-cu sualda qapalı qabda eyni mol miqdarda götürülmüş CO və oksigen reaksiyaya girir. Nə alınır? Karbon qazı. Əmsallaşdırım.
Eyni mol miqdardadır. Gəlin belə eləyək. 2A, 2A götürək. Çünki bu 2-nin 2 mol elə bir ki, əmsalın böyüyü 2-dir deyə 2A, 2A götürdüm. Biri tam reaksiya daxil olur. Əlbəttə ki, 2A-ya A reaksiyaya girib 2A alınırsa, deməli CO tam reaksiya daxil olur. Digər qazın neçə faizi artıq qalır? Əlbəttə ki, baxıram ki, 2A-dan A sərf olunub, A artıq qalır. Yəni 50% artıq qalır. Bu birinci cavabı. Reaksiyadan sonra qabda olan qaz qarışığının orta molyar kütləsi. Əgər buradan heç nə artıq qalmır. Buradan A artıq qalır. Buradan da 2A alınır. Alınan elə yerdə qalmış kimi bir şeydir. Onda belə çıxır ki, ümumi A qədər oksigen, 2A qədər CO2. İndi deyir ki, bax bu reaksiyadan sonra qabda olan qaz qarışığı, hansı ki bu qaz qarışığının orta molyar kütləsini hesabla. Yazaq 32A üstəgəl 44 vur 2A böl 3A bərabərdir. 32A üstəgəl 88A böl 3A. 120A böl 3A. Cavab 40. İkincinin cavabı. 20-ci suala baxaq. Burada bunu açırıq. Y üstəgəl 32. 1 moldu. 6,4 A moldu. Keçirik o birinə. Açırıq bunu. X plus 16 1 moldu. Emir həmişə 1 mol olur. 5,6 qramı altından yazırıq. A moldu. Burada mən, bax bunu, X bərabərdir, Y keçirdirəm, 8 plus Y. Yəni, bunun yerinə 8 plus Y yazsam, eləyəcək Y plus 24. Və A-ları tapıb bərabərləşdirirəm. Yəni, Y 6,4 böl Y plus 32 bərabərdir. Deməli, 5,6 böl Y plus 24. Y-i buradan tapırıq. 32 hesablasaz taparsınız. İndi 32-ni tapdıq. Bizə deyir ki, X, Y-in hesablayın. X, Y hesablayın. Yəni, 32 üstəgəl Y-i tapmaq lazımdır. Əvvəlcə A-nı tapaq. A-nı istəyir bizdən. 30Y o 2-nin emirini hesablayaq. Y 32-dir. 32 üstəgəl 16 vur 2 eləyəcək 64. 64 1 moldu. Mən də bilirəm ki, bura gətirib qoyuruq da yerinə. Bax, bunu gətirirəm, bura yerinə qoyuram. 64 1 moldu. 6,4 X A. A da bərabər 0,1 mol. İndi 0,1 tapdıq. 0,1 gətirik qoyuruq bura yerinə. Amma bunu yazıram. Deməli, X plus 16 1 moldu. 5,6 0,1 moldu. X plus 16 bərabərdir 56. X bərabərdir 40. Deyir ki, X, Y tap. 40 üstəgəl 32 bərabərdir 72. Bu da ikincinin cavabıdır. 72. 21-ci sualda oksidin nisbi qələvi metal 1 valentlidir. Yanına oksigen yazırıq. Oksigen də ekvivalentlidir. Formul XO. Emir olacaq 2X plus 16. Hidrit X, hidrogen də 1 valentlidir. Qələvi metalda olacaq X üstəgəl 1. İndi deyir 2X plus 16 böl 2X X plus 1 bərabərdir. 2,35. X-i buradan tapırıq 39. Qələvi metalın peroksidinin, yəni X2O2-nin 2 vur 39 üstəgəl 32. Bu da eləcək 110. Bir də hidroksidinin XOH bərabərdir 39 üstəgəl 16 üstəgəl 1. Bu da eləyəcək 56. 22-ci sualda qarışığın ümumi kütləsini verir. 2,8-də bunu verir. Gəlin 20,4-dən 2,8 tapaq. Bölək 2-yə M-ləri tapaq. Bu edir 8,8. Bu da 8,8. İndi bizə deyir ki, qaz qarışığının ümumi həcmini litrlə hesabla. Baxıram ki, C3H8 44 olmalıdır. 44 bölürəm, elə bir ki, M-ə bölürəm. 0,2 mol. Bu da 0,2 mol. Bunu da 28-ə bölündə 0,1 mol. Ümumilikdə 0,5 mol
O da eləyir 11,2. Yəni 22,4-ə vuranda 11,2. Qarışığın artıq miqdarda oksigende yanmasından sonra qabda neçə mol karbon dioksid qalar? İndi qarışıq C3H8 oksigende yanar. Alınır karbon qazı 3 mol. Yəni 3 mol karbon qazı niyə dedik? 3-də var axı burada. 0,2-yə x-dır, 1-ə 3-dür. Onda burada olur 0,6 karbon qazı. Karbon qazı özü yanmır. Keçdik CO təzədən yanır, amma karbon qazının özü də yanmasa da 0,2 karbon qazı elə əvvəldən var. Bir də CO yanır. CO yananda CO2 alınır. 0,1 ilə 0,1. Çünki 2-yə 2-dir. Bu da 0,1 alındı. Nəydən? Dəm qazından. Bu C3H8-dən alındı. Bu C3H8-in yanmasından. Bu da CO-nun yanmasından alındı. Bu da var idi. Ümumilikdə 0,6, 0,2, 0,1, 0,9 mol karbon qazı axırda qalır.